Amma mən daxilən, bəli, hesab edirəm ki, lap sənin pulun da varsa, Azərbaycanın belə bir vəziyyətində sən özünə o cürə saraylar tikməməlisən. Tikməməlisən. Mən bu fikirdəyəm. Amma nə eləyim ki, o vaxt mən buna görə cəzalandırıldım, bu mövqeyimə görə. İndi də əlim qolum bağlıdır, çünki bazar iqtisadiyyatına gedirəm. Amma mən sənin fikrinlə tamamilə razıyam. İndi ona gəlirəm ki, siz deyirsiniz, müharibə edək, yaxud da ki, deyirlər müharibə edək. Mən də demişəm, bəli, əgər olmasa müharibə edəcəyik. Ordumuz var və özümüzü qorumağa, müharibə etməyə qadir ordumuz var. Amma yenə də deyirəm, onun içində yaramaz işlər də var, EYT də var, plan da var, Beşminyan da var. Bu indi Azərbaycanda hər yerdə var, bir Azərbaycanda yox. Başqa yerlərin hamısında. Amma bununla bərabər ordumuz var. Ancaq kim indi müharibəni dəstəkləyəcəkdir? Kim? Heç kim. Yugoslaviya kimi böyük bir devlət Kosovada oradakı olan Albanları etnik təmizləməyə başladı. Nə qədər bundan danışıqlar apardılar, 2-3 ay NATO, gah nə bilim Parisdə, gah Rambouilletdə, gah nə bilim harda, bu öz fikrini əl çəkmədi. Nə elədilər? NATO yığışdı, neçə milyardlar xərcləndi, Konqresdən pul götürüldü, bombardıman edildilər, Yugoslaviyanı dağıttılar, Albanları. Orada söz müsəlmanları müdafiə etməkdən getmirdi, onu bilin. Bəs Bir Ruslara da değildi, yok. Orada prinsip var. Bu insan haklarının pozulması, etnik temizleme. Amerika bu dəqiqə bu prinsipin həyata keçirilməsini birinci növbədə məsələ hesab edir. İndi hemen bizim o İstanbul'da olan deklarasiyada bu məsələlər çox geniş yer tapır. Başa düşürsən? İndi mən sizdən soruşuram. Müharibəni gələ eləyək, qan tökək, insanlar qırılsın, Ağdamı azad elədik, Füzulini azad elədik, getdik Cəbrayıl azad elədik, ondan sonra Zəngilan azad elədik, getdik Kəlbəcər azad elədik. Buna hələ nə qədər qanlar töküləcək, nə qədər vəsait gedəcək, nə olacaq bunu Allah bilir. Onların da aklı var, onlarınki bizimkindən az deyil. Və keçən müharibədə göstərdi, onların da gücün, bizim də gücümüz göstərdi. Amma edə bilərik. Gəldik, durduq da Qarabağın sərhədində. Ne eləyəcəyik? Gedib erməniləri qıracağıq. Ha? Bütün dünya düşüb bizim yüzə. Orada Serblər, Albanları oradan çıxardan zaman Milošević, onun başına nə iş gətirirlər? İndi orada ermənilər, bu Müslümanın dalında hiç duran yoxdur, başa düşürsən? Yoxdur. Yenə də deyirəm, o Albanların Müslüman kimi dalında durmayıblar. Ve Albanların da dünyada bir, sen deyən belə bir, onlara destek veren adam yoktu dünyada. Ama bu erməniləri bütün dünya dəstəkləyir. Ama üzr istəyirəm, o vaxt Azərbaycanlıları oradan köçürəndə mən də getmişdim Qarabağa. Erməniləri döyə oradan çıxardı Azərbaycanlılar. Hadi. Ama bir adam bir şey demedi. Bir adam bir şey demedi. Yani Ermənistan faktiki olarak Dağlıq Qarabağda etnik təmizləmə aparıbdır. Ermənistan'da aparıb. Ermənistan'da aparıbdır və Dağlıq Qarabağın ətrafında olan təmiz Azərbaycan rayonlarında etnik təmizləmə aparıb. Ama bir adam onları qınamır buna göre. Bir devlet onları qınamır. Dünyada bir devlet, bir Türkiye'den bir de İran'dan safayım, Ermənistan'ı təcavüzkar devlet kimi tanımır. Başa düşürsünüz yoksa? İran tanıyır ama Başka cür. İslam konferansı da tanıyır. Çünkü İslam konferansında yegane yerdi ki biz İslam konferansında qətnamələr çıxardırıq Ermənistanın Azərbaycanın təcavüzü haqqında. Ama o qətnamələr de orada kalır. Orada kalır. Reallık bundan ibarətdir əzizlərim. Bundan ibarətdir. Siz bunu düşünün. Dünyanın reallığını düşünün. Bu reallığı çoxları bilmir ama mən bunu bilirəm. Və bu reallıqla hesaplaşmaq lazımdır. Başa düşürsünüzmü? İndi nə mümkündürsə dedim.
Və hesab edirəm ki, biraz bilmədiyiniz şeylər də sizə dedim.